Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ala Muhammed. Euzu billahi mineşşeytanirracim. Müminatı salamlayıram. Sual ünvanlanıb, bəzi alimlər, bəzi elm tələbələri araşdırma zamanı və yaxud mühazirə zamanı kitabların ünvanını deyir, mənbəsini deyir. Dinləyicilər həmən kitablara baxırlar, o qeyd olunan mənbələr düzgün çıxmır. Məsələn, deyir Səhih Buxari 560 nömrəli hədisdə bu var. Hər hansı bir mömin gedir Səhih Buxarını açır, 564 nömrəli hədis məsələn danışır zəkatdan, amma bu tələbəsə, bu alimsə ünvan verib ki, burada namazdandır söhbət və yaxud dəstəmazdandır söhbət. Tam yad bir ünvana gedib çıxırsan. Bu necə olur? O alim tələbə yalan mı danışır? Cavab, xeyr. Alim tələbə yalan danışmır. Sadəcə olaraq müşkül çaplardadır. Yəni kitabları çap eləyənlər kitablarda bilərəkdən müəyyən sürüşdürmələr və hədislərin rəqəmlərini və ünvanlarını dəyişirlər. Nəyəsə görə qiyamət günü Allaha onlar cavab verəcəklər. Misal olaraq Sahih Buxarinin məndə 2 nüsxəsi var. Oradan sizə Peyğəmbərin palçığa, torpağa səcdə eləməsi haqqında hədisi oxuyun və mənbəsinə baxaq. Bu kitabdır da, əlimdədir. Belədir, qarşımdadır, Misir çapıdır. Deməli, Muhammed Əbdülqadir Atanın təhqiqatı ilə, deməli, Dar-ı Təqva Litturas, Qahirə, Misir. El-Qahirə, Misir. Misir çapı, Qahirə, Misir. Deməli, bu çapda gəlirik səhifə 163-ə. 163-cü səhifədə hədisi oxuyuram. Deməli, Əbu Səid-ül Xudəri Peyğəmbər səhabəsi buyurur ki, bulud gəldi, yağış yağdı, meçidi, yağış bürüdü və namaz qılınırdı. Əbu Səid-ül Xudəri buyurur, Fərəeytu Rəsulallah, gördüm Allah Rəsulu, yəscudu filmə və tin. Deməli, palçıqda su ilə torpağın qarşılığından əmələ gələn palçıqda sudur, tin palçıqdır. Deməli, palçıqlı suda səzdə eləyir, yəscud, həttə rəeytu əsərət tin fi cəbhətihi. Palçığın izini Peyğəmbərin cəbhə alın deməkdir. İnsanın alnına deyilir cəbhə. Peyğəmbərin alnında palçığın izini gördüm. Yəni Peyğəmbər palçığa, torpağa səcdə eləyərmiş, Peyğəmbərin xalçaya səcdə eləməsi yoxdur. Peyğəmbər daşa səcdə eləyib, Peyğəmbər yerdən bitib geyilməyən və yeyilməyən xurma lifindən hazırlanmış və yaxud digər bitkilərdən hazırlanmış həsirlər üzərində də səcdə eləyib. Peyğəmbər səcdə eləyib, amma xalça, palaz üzündə Peyğəmbərin səcdəsi sabit deyil. Deməli, mənbə Səhih Buxari 1-ci cild, səhifə 629-cu hədis. 629-cu hədis, səhifədə 163. Bu Səhih Buxari Misir çapı, mən ünvanı verdim. İndi bir nəfər gedəcək, axtaracaq ki, həmən bu səhifəyə baxdım və hədisin nömrəsinə baxdım, amma hədisi tapa bilmədim. Hədisi tapa bilmədisə, deməli, bu mövzu nədir? Başlayacaq, məsələn, ittihamlar, yalanlar və s. ilə axır. Deməli, bu mövzulara son qoymaq üçün, deməli, birinci nüsxəmizdə Misir çapında hədisin nömrəsi 629, səhifə 163. İndi bu çapa baxaq. Bu çapda, deməli, Səhih Buxarinin külliyatıdır. Deməli, Mərkəz-i Risalə, Təhqiq-i Turas. Bu
Livan çapıdır. Livan çapıdır. Deməli, pasportunu rahat şəkildə göstərək. Deməli, Beyrut, Lübnan. Beyrut, Lübnan. 2018-ci ildə çap olunmuş Səhih Buxarinin nüsxəsi, onlarda olan qədim nüsxələrə, deməli, nüsxə sultaniyyə deyilir. Ona uyğun müasir çapdan çıxmış Səhih Buxari. Deməli, bu çapda dedik ki, keçmiş o Misir çapında 629-cu hədisdir. Gəlirik, axtarırıq 629-cu hədisi. Deməli, 91-ci hədis, 318-ci hədis, 629. Axtarıram. Deməli, gəlib çıxdıq 629-cu hədisə. Deməli, 629-cu hədis 316-cı səhifədədir bu çapla. Amma Misir çapında 1-ci cilddə 163-cü səhifədədir. Səhifələr qoyuruq kənara, hədislərin rəqəmlənməsindən gedir söhbətimiz. Misir çapında 629-dur. Baxırıq 629 nömrəli hədis. 629-cu hədis, 630, 631. Bizə 629 lazımdır. Görək burada nədən danışılır? Görək Əbu Səid el-Xudəri Peyğəmbərin palçığa, xalçapalaz ola palçığa səcdə eləməsini vurğuladığı hədisdir, ya tam yad bir şeydir. Deməli, Əbu Zər, deməli, səhabə dəyişdi. Orada Əbu Səid Xudəridir, burada isə Əbu Zərdir. Kunna mə'ən-nəbi fi səfər. Səfərdə idik. Amma o hədisdə isə cəmaat Mədinədədir. Fəərədəl müəzzin ən yüəzzin. Azan verən, azan çəkmək istəyəndə ta mövzunun sonuna qədər azandan gedir söhbət və vaxtın isti soyuqluğundan gedir və bununla da mövzu bitir. Deməli, Peyğəmbər buyurur ki, İnnə şiddətəl har min fihi cəhənnəm. Deməli, hərarətin istiliyi, şiddəti cəhənnəmdəndir. İndi, bu hədisə mən ünvan vermişdim axı, 629 Səhih Buxari, hədisin nömrəsi 629. Orada Peyğəmbər palçığa səcdə eləyir, xalçaya səcdə eləmir, bir mömin də gəlir, açır bu nüsxəni, baxır 629-a, görür ki, orada belə bir hədis yoxdur. Deməli, Şeyx Cavid yalan danışır. Yox, Şeyx Cavid yalan danışmır. Yalanın şəraitini bu çap eləyənlər, bu mövzunun arxasında, pərdənin arxasında gizlənənlər eləyir. Yalanı onlar danışır. Deməli, bu çapda hədisin nömrəsini oynadıblar, gətirib çıxardıblar tam yad bir istiqamətə. Deməli, bu çapda hədis deməli 669 nömrəli hədis olacaq. Amma Misir çapında isə 629-dur. 629-dan hədisi oynadıblar, sürüşdürüblər, gətiriblər 669-a. Eyni hədis Əbu Səid el-Xudəri buyurur ki, yağış yağdı, namaz qılınırdı. Deməli, fərəeytu, gördüm Rəsulullahı yəscudu fil-ma'i-tin, palçıqda səcdə eləyir Peyğəmbərimiz. Hətta rəeytu əsərət-tin fi cəbhətihi, Peyğəmbərin alnında palçığın izin, əsərin əlamətin gördüm. Deməli, mövzu bizim elm tələbələrində deyil, mövzu bu ərəblərin kitablara müəyyən müdaxilələrindədir və nə məqsəd güdülür ki, bu növ hədislərin yerini oynadasan, bir neçə səhifə o tərəfə, bu tərəfə və oxucu, dinləyici də qalır bu məsələlərdə avarə, sərgərdan. Hər halda bu misal kifayət eləyir ki, bizim elm tələbələri yalan danışmır. Hələ hədislər kitablarındadır. Sadəcə olaraq çap eləyənlər, pərdə arxasında duranlar müəyyən dəyişiklikləri bilərəkdən eləyirlər ki, belə fəsadlar ortaya çıxsın. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.